Yaxşı, hədisdə keçir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm duasıdır. Bütün xeyir sənin əlindədir. Allah Taala'ya dua eləyəndə deyir ki, bütün xeyir sənin əlindədir. Şərr isə sənə deyil. Şərr isə sənə deyil. Ancaq biz bilirik ki, Allah Taala hər şeyi yaradıbsa, düzdür? Həm xeyri yaradıb, həm də şərri yaradıb da, düzdür? Çünki bizim gördüyümüz ancaq xeyir deyil, yaxşı şeylər də, pis şeylər, hər bir şeyi Allah Subhanahu wa Taala yaradıb. Bəs bu hədisdən Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yəni şər, yəni pis şeylər sənə deyil. Yəni, burada nə başa düşülür? Birincisi, qardaşlar, Allah Subhanahu wa Taala bəli, hər bir şeyi yaradıb. Ancaq onun hər bir yaratdığı şey hikmətlədir. Allah Taala hər şeyi hikmətlə eləyir. Və Allah Taala'nın nəzdində, yəni yanında mütləq şər yoxdur. Mütləq şər yoxdur. Hətta bizə mütləq şər kimi görünən, tutaq ki, iblisin yaradılması belə nədir? Mütləq şər deyil. İblisin varlığında nə qədər bizim, yəni yaxşı görə bilmədiyimiz nə qədər hikmətlər, nə qədər xeyirlər var. Ən azından bizim ibadət eləməyimiz. Düzdür? Bizim ibadət eləməyimiz, ondan qorunmağa çalışmağımız, ona müxalif olmağa çalışmağımız və s. və s. və s. Alimlər bu barədə uzun-uzun danışıb kitablar yazıb. Hər bir şey, yəni bizim başımıza hansısa bir müsibət gəlirsə, bizə bu şər görünür. Ancaq Allah Taala onu hansısa bir hikmətə görə yaradıb. Hansısa bir hikmətə görə neyniyib? Göndərib. Və Allah Taala'nın elədiklərində mütləq şər yoxdur. Mütləq orada hansısa bir xeyirlər var. Biz bunu bilsək də, bilməsək də. Məsələnin birinci tərəfi budur. İkinci tərəfi də odur ki, qardaşlar, Allah Taala'ya ədəb baxımından deyilmir ki, məsələn, pis şeyləri Allaha nisbət eləmirsən. Ümumən deyirsən. Quranda, sünnədə də elə gəlib. Ümumən gəlib ki, Allah Taala hər şeyin xaliqidir, hər şeyi yaradıb. Yəni, onun içində yaxşı da var, pis də var. Hə? Ancaq xüsusi olaraq qeyd eləmirsən. Görürsünüz, dualarda deyirsən ki, məsələn, ey Cəbrailin, Mikailin, İsrafilin Rəbbi, tutaq ki, hə? Əzəmətli ərşin Rəbbi, tutaq ki, görsən, yaxşı şeyləri, əzəmətli məxluqa deyirsən ki, onların Rəbbi, hə? Onları yaradan. Ancaq, məsələn, pis bir şeyləri demək olar, məsələn, filan pis bir şeyin Rəbbi və s. Yox, bu Allahla ədəbdən deyil. Halbuki Allah Taala hər bir şeyin Rəbbi və yaradıcısıdır. Ona görə də hətta cinlər belə, Cin surəsində fikir verin, وَأَنَّا لَا نَدْرِ أَشَرٌ أُرِيدَ بِمَنْ فِي الْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا. Hətta cinlər belə Allah Taala bizə xəbər verir. Nə deyirlər? İman gətirdikdən sonra deyir, biz bilmirik ki, yer üzərindəkilər üçün şər istənilib deyir. Demir ki, Allah istəyib. Sonra amma görün nə deyir? Əm aradə bihim rabbuhum raşədə. Və ya Rəbləri onlar üçün hidayət istəyib. Birincidə nə deyir? Deyir ki, biz bilmirik ki, yer üzündə olanlar üçün şər istənilib, demir ki, Allah istəyib. Amma ikincidə hidayət barədə deyir ki, Rəbləri istəyib. Aydın.